İbrahimov nümunəsi göstərdi ki, Azərbaycan xalqı qəhrəmanlıq yetişdirə bilir. Heç kəs mübarizə heç bir tapşırıq verməmişdir. Amma mübariz elə bir hərəkət elədi ki, onun hərəkəti tək Azərbaycan tarixində deyil, deyərdim ki, bəşər tarixində bir igidlik nümunəsi göstərdi. Mübariz haqqında hətta sonradan bir sıra böyük dövlətlərin rəhbərləri belə çıxışlarında vurguladılar ki, Azərbaycan belə bir hərəkət edəbilir. O torpaqların işğaldan azad olunmasına, o düşmənin cəzalandırılmasına öz töhfəsini vermək istədi. O bu cür düşündü. Və zaman göstərdi ki, o düzgün edirdi. O düşmənin düşərgəsinə girdi, xeylisini qırdı. O bilirdi geri qayıtmayacaq. Amma bu qəhrəmanlığa getdi. Və sonradan oxudum ki, Mübarizə İbrahimovun qarşısını ala bilmədiyinə görə Ermənistan ordusunda 2 general, 10 polkovnik işdən çıxarılır. Riyaziyyətdə belə bir şey var, nəyə bərabərdir? Belə çıxır ki, Azərbaycanın bir əskəri Ermənistanın 2 general, 10 polkovnikinə bərabər. Və mübariz hərəkət qəhrəmanlığı sonradan Vətən müharibəsində digər qəhrəmanlarımız üçün bir nümunə oldu. Sonradan General Polad Həşimov qəhrəmanlığı oldu. Sonradan Arəstə xanım qəhrəmanlığı oldu. Gəlin baxaq, Azərbaycanda Mübarizə İbrahimov var, Polad Həşimov var, Arəstə xanım var. Ermənistanda nə var? Gəlin görək onların bir nümunəsi, bir qəhrəmanlıq. Qəhrəmanlıq ola bilməz. Özgə torpağını işğal edən, özgənin mədəniyyətini oğurlamaq istəyən, özünü başqa xalqdan üstün tutmaq istəyən heç bir zaman qəhrəman yetişdirə bilməz. Qəhrəmanı ancaq öz torpağına bağlı olan xalq yetişdirə bilir. Və bu qəhrəmanlardan biri də Mübarizə İbrahimov. Sadə bir ailədən çıxmış. Amma Azərbaycan xalqının ən müsbət keyfiyyətləri genetik kodunda qeyd edilmiş Mübarizə İbrahimov. O bir nümunə oldu. Gənclərimiz üçün o bundan sonra gələn nəsillər üçün nümunə oldu. Və onun arzusu, onun istəyi həyata keçirildi. 44 gündə torpaqlarımız işğaldan azad olundu. 24 saat ərzində, tamam da deyildi, separatçı rejimə son qoyuldu. Bugün Ermənistan Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bugün Ermənistanda seçkidən əvvəlki axırıncı polemikada hesablayıblar, ermənilər özləri hesablayıblar. 100 dəfə Azərbaycan və İlham Əliyev adı səslənir. Yəni düşmən Azərbaycanın gücünü göstərdi. Düşmən Azərbaycan nə olduğunu qəbul edir. Azərbaycansa Mübarizə İbrahimovdur, Polad Həşimovdur, Natiq Qasımovdur, digər qəhrəmanlarımız. Ümumiyyətlə hesab edirəm ki, həm birinci, həm ikinci, həm ara döyüşlərdə olan insanlarımızın hamısı qəhrəmandır. Hamısı milli qəhrəmandır, millətin qəhrəmanları. Və nə qədər ki, Azərbaycan xalqı durur, heç zaman onlar unudulmayacaq. Onlar həmişə başımızın tacı olacaqlar. Onlar bizim əzizlərimiz olacaqlar. Onlar bizim simvollarımız olacaqlar. Və bugün onun son mənzili yanında bizlərin yığışmağımız bizim ona məhəbbətimizin, xalqına məhəbbətin nümunəsi. Mən deyərdim ki, bugün 10 milyondan çox Azərbaycan xalqının hamısının ürəyi, hamısının düşüncəsi bax bu 4 kvadrat metrlik yerdədir. Allah sənə rəhmət eləsin Mübariz. Sən göstərdin ki, qəhrəman necə olur. Sən göstərdin ki, Azərbaycan xalqı necə olur. Azərbaycan xalqı sanki mərhələ-mərhələ qəhrəmanlar yetişdirir. Natiq Qasımov adlı bir qəhrəmanımız oldu. 92-ci ildə şəhid oldu. Maraqlısı bilirsiniz nədir? Polad Həşimovla Natiq Qasımov ikisi də eyni gündə 2 yanvardan adlanırlar. 92-ci ildə Natiq Qasımov qəhrəmanlıq göstərir. 92-ci ildə Polad Həşimov Ali Hərbi məktəbə qəbul olunur. Tarixin bir mərhələsi bitib, o birisi mərhələsi başlayıb. Nə bilir, bəlkə də Polad Həşimovun şəhid olduğu gün Azərbaycan xalqı başqa bir tarixi mərhələ hazırlayır. Amma o mərhələ artıq yeni məsələlərdir. O artıq müstəqilliyimizin qorunmasıdır. Azərbaycanın daha qüdrətli olmasıdır. Dünyada daha da nüfuzlu olmağımızdır. Və bütün bunların hamısını biz bacarırıq. Cənab Prezidentin apardığı siyasətlə bacarırıq.
Cənab Prezident bildirmiş ki, bir yumruq olaraq bacarırıq. Biz bunları bacarırıq. Və bu nümunəni bizə göstərdiyinə görə bütün şəhidlərə bizim minnətdarlığımız, şəhid ailələrinin hamısının qarşısında baş əyirik. Anaların, bacıların, onların xanımların əllərini öpürük. Onların uşaqları bizə əmanətdir və onları qorumaq, onlara diqqət etmək bizim hamımızın vəzifəmizdir. Burada toplaşmamız bir daha göstərdi. Biz birlikdə güclüyük, biz bacarırıq, biz edə bilirik. Yeni mərhələdə yeni vəzifələr var, həmin vəzifələr də yerinə yetirilə biləcək. Allah mübarizə versin.